Bilirsiniz nə maraqlıdır mənə? Bunu hansımız, bu klassik kostyumu hansımız bu vəziyyətdə geyinirik? Yəni, bəlkə mənim xəbərim yoxdur. Yəni niyə? Ya da harda bu belə geyinilməlidir? Bunu dəniz qırağında giyməliyik, görəsən, bu viddə. Yəni, reklamı başa düşdük, gözəl, əla, klassik geyim. Amma axı niyə o vəziyyətdə, niyə o vəziyyətdə də, yəni söz tapa bilmirəm. Yəni bunu heç mi mağaza müdürü, bunu kim elətdirir bunu? Yəni bunu bu vəziyyətdə kim sizə deyir geyinin? Bu qədər mi yəni düşmüsünüz? Bu qədər mi çox belə yəni insan söz belə tapa bilmir də yəni. Yəni biz hamımız müasirik. Çox şükür Azərbaycanda da yəni geyim də görmüşük, müasirlik də görmüşük. Amma yəni bu artıq bərbad bir dərəcədir. Belə bir şey yoxdur yəni.